Xoş gördük sizi, çox dəyərlərim. Əlbəttə ki, əminəm çox möhtəşəmsiz. Hər dəfə məndə bir şey düz deyil dedikdə mərkəzi enerji kanallarında daralmalar yaranır. Bu xüsusilə də qəlb və göbək çakranda bir sıxılmalarla nəticələnir. Özünə inam zəifləyir, qərar vermə çətinləşir və qəbul etmə və bolluq enerjisi kəsilir. Dainhir aksiz yaradıcılardan birinin ifadəsinə görə sən fərqlisən və enerjin azad et. Çünki fərqli olmaq yaradılışın öz rezonansını bərpa etmək deməkdir. Bu anda bədən və ruh artıq balanslı şəkildə olur. Sən mübarizədə yox, yaradılış halına keçirsən. İndi isə bunu tibbi tərəfdən izah edeyim. Özünü mühakimə etdikdə amigdalada qorxu və utanma mərkəzləri aktivləşir. Bu kortizol hormonu ifrazını artırır, yəni daima bədəni stres rejimində qalır. Mən fərqliyəm dedikdə qəbula keçirsən və prefrontal korteks aktivləşir. Bu yaradıcılıq, empatiya və qərar vermə mərkəzidir. Yəni bu sadə fikir beyində müdafiə sistemindən yaradıcı sistemə keçid yaradır. Hormonal baxımdan da serotonin, dopamin, oksitosin hormonlarının balanslaşdırmasıdır. Endokrin sistemdən, yəni qəbul halı, hipotalamus, hipofiz, böyrək üstü vəzni sakitləşdirir, stres azalır, tiroid vəzi və tiroid hormonları normallaşır. Yəni özünü qəbul etmək sadəcə psixoloji durum deyil, həm də bioloji şəfa mexanizmidir. İndi sistemika ilə bunu izah edim sizə. Hər fərq bütövün bir tənliyidir. Bir fərdin fərqliliyi bütövlüyün içində harmoniya yaradır. Ona görə də sən fərqlisən dedikdə sistem səviyyəsində sən artıq öz ailə sahəsinin dinamiklərindən, kollektiv travmalardan, genetik qorxulardan azad olmaya başlayırsan. Bu sadəcə fərqli olmaq deyil, sistemdə öz yerini tapmaq deməkdir. Bu mən idim sizinlə. Leyla Aliyeva, həkim endokrinoloq və şuuraltı spiritual enerji mütəxəssisi. Sizi onlayn və canlı seanslarıma qatılmağa dəvət edirəm.